Saatlarımız 17:00 göstərir və Kanal S-də eşitməyin qalmasının verilişinin vaxtıdır. Bizə baxanlar, vaxtınız xeyir olsun. Bugün də efirimin dəyərli qonaqları var və inanıram ki, bizə baxanlar efirimizdən maariflənəcəklər. Vaxt itirmədən ilk qonaqlarımın yanından sizi salamlayıram. Bərabərlik və studiyamın dəyərli qonaqları var. Təqdim etmək istərdim. Qonaqlarımız özdə yarışdan gəliblər, qələbə ilə qayıdıblar. Belə ki, Dünya Real Aikido Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri Azər Cəbrayılov bizimlə bərabərdir. Azər bəy, xoş gördük və mərkəzdə trener kimi fəaliyyət göstərən Tərlan Həşimov bizimlə bərabərdir. Xoş gördük və mərkəzin, belə deyim də, yetirmələri bir neçə uşaqları bizimlə bərabərdir ki, birazdan öz uğurlarını bizimlə bölüşəcəklər. Azər bəy, bir daha xoş gördük, salamlayıram. Bilirəm ki, yeni bir yarışdan qayıtmışsınız. İstərdim təəssüratlarınızı öyrənəm və necə oldu bu, belə deyim də, yarış? Demək, Taftıq bəy, Dünya Real Aikido Federasiyasının beynəlxalq seminarı idi. Orada harca bir 10-a yaxın dövlət var idi və biz də Azərbaycanımızı təmsil edirdik. Şuşaları layiqincə təmsil elədik, bayrağımızı qaldırdıq. Orada özləri də vurğuladı ki, ən çox alqış alan, ən çox yaxşı çıxışlardan biri, demək olar ki, biri bizim idi. Nə gözəl. Bəli. Neçə uşaq, belə deyim də, orada iştirak etdi yarışda? Azərbaycandan 6 nəfər getmişdik təmsil etməyə, bəli. Amma orada harca bir 500-600 nəfər tək Serbiyanın idmançılarıdır və plus da qeyri-dövlətlərdən bəli gələn idmançılarımız. Mən Azər bəy, nəyə toxunmaq istərdim? Qısa olaraq, ola bilər yeni bizdə qoşulanlar var. Real Aikido deyəndə biraz gündəlik eşitdiyimiz söz deyil də, bu haqda biraz məlumat verərdi. Necə bir idman növüdür? Bilirsiniz, Real Aikido dediyimiz zaman bir çox adam Aikido deyil. Aikido deyir, Aikido və ya Steven Seagal'dan. Düzü, uşaqlığımızdan biz Steven Seagal'ın kilolarına baxıb böyümüşük. Çox adam, bəli, Aikido ilə Real Aikido'nun da biz məlumat verdiyimiz zaman Real Aikido hibrid döyüş növüdür. Yəni, bir çox döyüş növlərinin qarışığıdır. Yəni, burada judodur, jiu-jitsudur, qaydası döyüşdür və bir çox döyüş növləri var tərkibində. Məşqlər necə keçirildi və doğrudan mı qələbə gözləyirdinizmi uşaqlardan, yoxsa? Bir daha mən də sizləri salamlayıram. Çox sağ olun dəvətə görə. Şükür olsun ki, yəni hazırlıqlarımız yaxşı keçirdi. Biz bir neçə aydır ki, bu beynəlxalq seminara hazırlıq gedirdi. Şükür olsun ki, yəni gözlədiyimiz kimi oldu. Yəni bəli, məşqlərimiz öz nəticəsini verdi. Ölkəmizi layiqincə təmsil etməyə çalışdıq. Mənə maraqlıdır bu məşqlər keçirilən zamanı zəif uşaq da ola bilər, biraz daha çox dinamik uşaqlar. O zəifləri necə yuxarı pilləyə qaldırırsınız, digərlərlə eyni müqayisədə gətirib çıxardırsınız? Onlara əlavə fərdi dərslər, məşqlər keçirilir, yoxsa? Əlbəttə ki, hər kəsin yanaşma fərdidir, hər bir idmançıya yanaşma fərdidir. Elə bir idmançılarımız olanda, məsələn, indi dediyimiz kimi, elə idmançı var ki, daha tez bir texnikanı mənimsəyir, elə bir idmançı var ki, biraz belə deyim, məşqlər, bəli, o normaldır. Elə tələbələr biz əlavə olaraq məşq bitəndən sonra da əlavə olaraq saxlayırıq, onlara daha da individual yanaşırıq. Həm də tövsiyə xarakterli məlumatlar verirsiniz. Bəli. Və bu idman növünün üstünlükləri odur ki, adını gündəlik eşitməsə belə, bu idman növü ilə xanımlar da məşğul olur. Əlbəttə. Bu üstünlük deyərdim ki, bax bundadır. Əlbəttə ki. Neçə yaşdan artıq başlamaq olar bu idman növü ilə? 4 yaşdan etibarən başlaya bilərlər və yaş limiti yoxdur. Yəni bizim 50 yaşında da tələbəmiz olub, 60 yaşında da tələbəmiz olub. Bəli, əlbəttə ki, əsas gənclərdir daha çox. Mən istəyirəm dostlarımızı bir-bir tanıyaq, bir-bir mikrofonu götürərdiniz və özünüzü təqdim edin. Dostum, elə səndən başlayaq, mikrofonu götürərdim və neçə ildir bu idman növü ilə məşğulsan və hansı uğurları əldə etmirsən? Aydındır. İlk öncə hamını salamlayıram. Adım Arzumandır. Mən 2022-ci ilin may ayından bu idman növünə başlamışam. Hal-hazırda Real Aikido üzrə 2-ci QU Göyçəmər sahibiyəm. Seminar, yarış çox həddən artıq çox gözəl keçdi. Yəni orada müəllimlər var idi, masterlər var idi, bir çox gözəl texnikalar göstərirdi. Eləsi var idi, çətin idi, eləsi var, sadə idi, asan idi. Hətta bunun özü mənim üçün bir fəxrdir ki, mən idmanın vətənində olmuşam və Azərbaycanı təmsil eləmişəm, təmsil eləyənlərdən biri olmuşam. Yəni bunun özü mənim üçün bir böyük bir fəxrdir. Bəli. Ötürək mikrofonu digər dostumuzdan. Salam, Elmir Cəbrayılov. Mən bu idman növü ilə 10-11 ildir məşğul oluram və birinci dan Qarakəmərsiniz. Mən Uiza Hacıyeva, ikinci dan Qarakəmər sahibiyəm və məşqçiyəm. Uca 2011-ci ildə məşqi başladım eləməyə. Real Aikido idmanının inkişafına bu seminarın nə kimi faydaları oldu? Azər bəy, sizinlə davam edək. Bilirsiniz, beynəlxalq seminarlarda həmişə yeni bir texnikalar göstərilir. Bu biri var ki,
hər bir ölkə bir-bir getdiyimiz zaman, amma seminar zamanı bir çox yeni texnikalar göstərirlər və bunun da özü bizim üçün daha faydalıdır. Biri var, biz düzdür, proqramdan kənar texnikalarımız da var, amma seminarda iştirak etdiyimiz zaman yeni bir texnikalar öyrənirik. Bəzən elə bir texnikalar var ki, biz məsələn işləməmişik. Düzdür, Elə bir şeylər var. Bəli. Elə texnikalar var ki, biz onun üzərində bilirsiniz, ən əsası da odur ki, biz bunu daha dəqiq bilməliyik. Çünki məşqçi olaraq daha dəqiq bilməliyik ki, biz öz tələbələrimizə öyrətdiyimiz zaman tələbələrimiz o çətinliyi çəkdikləri zaman biz ona o dəstəyə, o köməyə edə bilək. Seminar zamanı fərqlənən tələbələr oldu mu, yoxsa elə hamısı eyni səviyyədə belə iştirak etdilər? Demək olar ki, çıxışımızda hər biri istədiyimizdən daha yaxşı çıxış etdilər. Hətta. Bəli, tələbələrimiz. Mənə maraqlıdır Tərlan bəy, ümumi olaraq idmanın inkişafı Azərbaycanda hansı səviyyədədir, hansı yerdədir? Mən düşünürəm ki, bugünkü gündə idmanın səviyyəsi ümumi bütün idmanlar götürsək, yəni şükür Allaha ki, yaxşı səviyyədədir. Bəli, yəni idmançılarımız həm real aikidoda, həm digər idmanlarda, yəni idmançılar beynəlxalq yarışlarda iştirak edirlər. Yəni xarici ölkələrdə, yəni ölkəmizi layiqincə təmsil edirlər və biz onu da əlavə olaraq bildirim ki, biz bu beynəlxalq seminardan sonra Serbiyada yerləşən Azərbaycan səfirliyində də qonaq olduq. Sağ olsunlar ki, bizi səfirlikdən qəbul elədilər. İki ölkə arasında real aikidonun səmərəli inkişafı haqqında səmərəli görüşümüz keçdi. Bir çox belə deyək, məlumatlar verdik fəaliyyətimiz haqqında ki, yəni Azərbaycanda rəsmi olaraq Dünya Federasiyası tərəfindən rəsmi olaraq fəaliyyət göstəririk. İnkişafımız haqqında danışdıq, bir çox söhbətlərimiz oldu. Seminar haqqında. Əlbəttə ki, sağ olsunlar ki, bizi qəbul elədilər və seminar haqqında da öz təəssüratlarımızı bölüşdük. Bu qədər. Bu idman növünün yarısı Lyubomir Vraçelevski, general leytenantdır. 7 prizə daxil hazırlayıb və hal-hazırda vərəsəli qızındadır və qızda 7-ci qara kəmər sahibidir Saniya Vraçeleviç Mitroviç. Və ola bilər ki, yəni klublar bilirsiniz, bir dənə ad, başlıqlar dəyişə bilər. Amma texniki olaraq, yəni bu idman növünün yaraçısı yenə də vurğuluram ki, Lyubomir Vraçeleviçdir. Və hal-hazırda da rəhbəri Saniya Vraçeleviç Mitroviçdir. Başqa bir adda da işləyə bilərlər, yəni, amma sistem eynidir. Yəni, real aikido hal-hazırda yenə deyirəm, rəsmi nümayəndəsi bizik Azərbaycanda. Neçə ildir artıq? Artıq mən bu idman növünə 2004-cü ildə məşğulam. 2004, artıq 21 ilə yaxındır. Bəli. 21 il ərzindəki vəziyyətlə indiki vəziyyət arasında fərq varmı? Yəni tələbat arasında belə deyim də uşaqların? Bəli, var. Bəli, mən idmana yeni başladığım zamandan da onda artıq biz görürdük, tələbat var. Yəni, adi mən özüm uşaq vaxtı gəldiyim zaman onda da yəni texnikaların hansı formada işlədiklərini, məsəl üçün daha küçədə hansı formada özümü müdafiə edə biləcəyini mən o formu görüb bu idman növünü sevmişəm. Və həmin ilə baxanda, bu ilə də baxanda artım var. Bizə hər bir, istər yumruqdan, istər təpikdən, istər bıçaq, istər tapancadan, yəni küt alətdən belə özüm müdafiə var. Bəzi deyək ki, bu videolarda bəzən kommentariyalara yazırlar ki, məsəl üçün, filan kəs bunu belə eləməz, belə eləyər. Amma bilsin necədir? Yəni, biz adi texnikanı göstərəndə asla bir sürətlə göstəririk. Biz küçə formatını göstərmirik. Çünki tələbələrin qarşısında bəli, sürətlə göstəririk. Ki, hansı formada hücum olarsa, siz hansı formada özünüzü müdafiə eləməlisiniz. Biz bu incəliklərini deyirik. Hər bir şeyini başa salırıq. Prosta qıraqdan görən şəxslər deyir ki, yox, mən məsəl üçün o formada, məsəl üçün o biləklə tutarsa, mən məsəl üçün ona filan zərbə indirirəm, bu formada belə bir şeylər eləyərəm. Amma o anı yaşama lazımdır, sürət. Biz, yenə deyirəm, biz küçədə hansı formada deyək ki, mübahisə olduğumuz zaman, kimsə hücum etdiyimiz zaman özümüzü müdafiə etdiyimiz kimi zalda onu göstərmirik. Biz adan başlayırıq, əlifba sırası ilə gedirik. Yəni hissə-hissə belə deyirsiniz. Orada deməli seminar zamanı oradakı müsriflər heyəti olub və onlar qiymət verib. O hansı ölkədən idi o şəxslər? Orada bir çox ölkələrdən, yəni masterlər iştirak edirdi. Rusiyadan, Makedoniyadan, Türkiyədən, İrandan, bir çox ölkələrdən, yəni adını sadalamadığım, yəni bir çox ölkələrdən masterlər, müəllimlər iştirak edirdilər. Tərlan bəy, bu məşqlər neçə saat davam edir? Normalda 1 saat yarım, yəni məşq olmaz. Hər gün məşq olmazsan yoxsa həftədə 3 dəfə kifayət eləyir. Əlbəttə ki, bu idmançının professionallığından da asılıdır. Yəni sıravi bir idmançı həftədə 3 dəfə saat yarım məşq eləsə kifayət eləyir. Amma bəzən ola bilər ki, məsələn hansısa seminarlara, yarışlara hazırlaşırıqsa, əlavə olaraq məşqlərimiz olur. Yəni yüksək kəmərlərə, müəllim heyətinə. Mənə maraqlıdır, bax igidlərimiz kamera qarşısında təxmini hərəkətlər göstərə bilərlərmi bu idman növü ilə bağlı, yoxsa yox?
uyğun olsa. Göstərə bilərlər yəni. Uyğun olsa bir zəhmət olmasa keçərdiniz deməli masa ətrafına, təxmin olaraq bizə baxanlar görsünlər ki, bu idman növü. Elə biraz arxaya gəlsə kifayətlə oradan bax göstərək. Məsəl üçün aplikasiya zərbəsindən işləyə bilərsən. Aha, siz deyə bilərsiniz. Tut. Yerdə olur. Yəni kontrol yerdə olur. Aydın uşaqlar gəlin. Bizə baxanlar istədim ki, bu idman növü haqqında anlayışlar olsun. Mən təşəkkürümü bildirirəm. Uğurlarınız bol olsun və arzu edərdim ki, daha da səsiniz yüksək pillələrdən gəlsin. Fikirləriniz var mı Azər bəy? Son olaraq 1-2 dəqiqə yaxın vaxtımız qalıb. Nə fikirləriniz ola bilər? Fikirlərim hər bir idmançıya uğurlar arzularam. İstər real aikidonun idman növünə məşğul olsun, istər digər idman növlərinə məşğul olsun. Ən əsası odur ki, sağlam ruhla məşq eləsinlər. Yəni deyək ki, yarış idmanı olsa belə, yarışlarda uduzsalar belə, yəni ondan arxa çəkilməsinlər. Hər bir deyək ki, bu uduzduğu zamanda bir addım qabaqlayacaq və gələcəkdə yenə də Azərbaycan fəxri olacaq, bayrağımızı olacaqlar idmançılarımız. Bir də mənim maraqlı gələcək planlarınız nədir? O haqqda istərdim məlumat verirsiniz. Gələcək planlarımızda inşallah bizi Dünya Real Aykidon Federasiyasının birinci yığmasının üzvü təyin etdilər və mart ayında Parisdə keçirilən festivala dəvət etdilər. İnşallah Tərlan müəllimlə biz Azərbaycanımızı təmsil edəcəyik. Tərlan bəy, fikirləriniz varmı? Mən də sizə təşəkkür edirəm dəvətə görə. Bütün idmançılara uğurlar arzu edirəm və inanıram da ki, əsas yük sizə düşür, belə trenerlər də üzərinə düşür belə deyək. Əlbəttə ki, biz də çalışırıq ki, bu yükün öhdəsindən belə deyək, gələk. Bir də mən soruşmadım. Neçə ölkədən deməli seminarda uşaqlar, tələbələr vardı təxmini? Hardasa ondan çox ölkə idi, bəli. Ölkələr iştirak edirlər, olan idmançılar vardı və Azər müəllim vurğuladığı kimi inşallah inanıram ki, digər beynəlxalq seminarlarda uğurla çıxışdan sonra yenə sizin qonağınız olarıq. İnşallah. Uğurlarınız bol olsun. Siz bizim dəyərli dostlarımızdansınız. Təşəkkür edirəm. Efirimizdə mütəmadi olsa qonaq qismində iştirak edirsiniz. Uşaqlar, hər birinizə uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Yəni bu uğurlar Azərbaycanın uğurlarıdır, mənim dəyərli ölkəmizin uğurlarıdır və təşəkkürümü bir daha bildirirəm. Bizim isə dəyərli dostlar qısa bir reklam aramız var. Ayrılaq, ardından qaldığımız yerdən bərabərik.